Hamıya salam, bu mənim Valid və VLD Today kanalına baxırsınız dostlar. Təxminən 10 gün, bəlkə biraz artıq, yəni 10 günlə 2 həftə arasında bir vaxt bundan əvvəl mən sizə AliExpress-də bu məşhur saytda alış-verişin qeydiyyatın və konkret olaraq alış-veriş qaydasını öyrədən bir video çəkdim və bir çoxlarınız həm o videoya deməli baxdınız və həm də reaksiyanızı bildirdiniz. Yəni bir çox suallar gəldi mənə Instagramda, Facebookda. Həqiqətən bu saytda alış-veriş etmək istəyən çoxdur, amma indiyə kimi etməyənlər də var. Əgər o videoya baxmamısınızsa dostlar, məsləhət görürəm ki, baxasınız. Bax bu linkdən keçin və baxın o videoya. Daha sonra keçin bu videoya. Yox, əgər baxmısınızsa, onda nəhayət ki dostlar, həmin elə video dərsdə telefon sifariş etmişdik. Xatırlayırsınızsa Meizu M3 Note modeli bu Meizu markasının yeni büdcəli və böyük smartfonlardan biridir. Çox sərfəlidir məncə. Yaxşı bir qiymətə aldım onu və dostlar təxminən elə 2 həftə keçməyib heç artıq sifarişimiz gəldi. İstəyirəm indi sizin gözünüzün qarşısında mən onu unboxing edim və ilkin təəssüratlarımla paylaşım. Getdik. Açdığım zaman, yəni bu vaxt boş getməsin, mən sizə Meizu şirkəti haqqında danışım. Bir çoxları bilir, bu nədir, nə şirkətdir, bu birinci dəfə eşidirəm. Mən eşitmişəm, Apple'dir, Samsung'dir, iPhone'dir, Sony'dir və salam. Mən bunları eşitmişəm. Yəni bəzi insanlar var və etibar etmirlər bu markalara. Amma Meizu şirkəti düzdür. Həqiqətən də gənc kampaniyadır, gənc şirkətdir. 2003-cü ildə, yəni cəmi 13 il bundan əvvəl yaranıb. Əvvəllər musiqi playerləri yaradırdı. Və bir çox şirkətlərdən fərqli olaraq soyuducular, nə bilim, maşınlar falanlar buraxmır. Sırf gadgetlər, yəni sırf yüksək texnologiya məhsulları deməli istehsal edir. Buna görə təkcə buna görə bəlkə bu şirkətə etibar etmək olar və onun telefonlarını almağa dəyər dostlar. 2003-cü ildə yaransa da telefonlara cəmi 2008-ci ildən etibarən keçib və 8 ildəki telefonlar istehsaldır. Bugün biz büdcəli segmentdə olan tam maraqlı və çox sərfəli xarakteristikalara və yaxşı qiymətə malik olan M3 Note modelini sifariş etdik. Satıcı heç bir əl vurmadı modelə, yəni bəzi satıcılar açırlar, özləri nəsə qoyurlar içinə, amma burada bizdə zavoddan tam, yəni görürsünüz ki, görünür yoxsa yox, satıcı bizə birbaşa istehsalçıdan göndərdi. Yox, açılmır. Burada hələ yenə də belə bir plomba var. Hoppa. Nəhayət ki, açılmalıdır. Wow, və o an gəlib çıxdı. Biz sifariş etdiyimiz telefon ağ rəngdə idi və o buradadır dostlar. İndi komplektasiyaya baxaq. Deməli, nə var burada? Apple sayağı komplektasiya. Hər şey çox sadə. Bu kitabça, burada deməli, nə var? Təlimat var. Kağız-kağız. Bir neçə dildə. Burada rus dili yoxdur. Bəlkə burada var. Yox, burada rus dili yoxdur, amma ingiliscə var. Burada deməli, bizə bu xüsusi sim kartın slotunu açmaq üçün sırf Meizu'nun öz hazırladığı dizaynda olan dəmir verilir. Eynən Apple iPhone smartfondakı kimi. Deməli, Meizu'nun özünün adaptara baxaq. 2 amperlidir. Güclü adaptördir və bu da təsadüfi deyil. Çünki smartfonda istehsalçının dediyinə görə 4000 mAh gücündə olan batareya var dostlar. Bu da çox gözəl göstəricidir dostlar. USB, adi USB, micro USB. Bu aydın məsələdə burada xüsusi göstərməyə bir şey yoxdur. Və dostlar, təəssüf ki, başqa heç bir şey yoxdur. Burada yəni büdcəli segmentdir və Çinlilər keyfiyyətli smartfon buraxırlar, amma çalışırlar ki, o ucuz olsun. Buna görə də məsələn ayrıca qulaqçıq qoymurlar. Ağ rəngdədir. Ağ deyərkən, daha doğrusu arxası açıq rəngdə boz, qabağı isə dostlar ağ olan modeldir. Meizu M3 Note dostlar. Burada da hər şey ingiliscə yazılıb və buna görə də tam əmin ola bilərsiniz ki, dostlar, bu versiya sırf Çində işlənmək üçün versiya deyil. Bu
dostlar, international versiyadır. 2 sim kart dəstəyi var burada. Baxaq bunun sim kart yeri haradır? Bax, bu. Hoppa. Bu da həmin bu sim kart yeri gördülər. Təəssüratlar haqqında deyim ki, telefon elə şəkildəki kimi həqiqətən də həyatda da gözəl görünür. Mikrofona yaxın elim. Bu səs heç bir başqa bir səslə müqayisə oluna bilməz. Təzə telefonla ilk dəfə zavoddan sonra o üstdəki plonkanı açmağın səsi dostlar. 5.5 düymdür dostlar, Full HD ekrandır və çox populyar olan hal-hazırda və bir çox flaqmanlarda, iPhone-larda, Samsung-un flaqman modellərində istifadə olunan bu üstdəki şüşə 2.5D texnologiyası ilə, yəni qıraqları birbaşa korpusla bərabər yox, biraz yumru, sanki şüşə çox hamarcasına keçir korpusa, qıraqlara və dediyim kimi telefonda dostlar, bütün korpus metaldandır, arxa qapaq açılmır. Burada bu xəttlər artıq son vaxtlar bir çox modellərdə, flaqman modellərdə var, məşhur brendlərdə. Hələ ki telefon yüklənir, deyim ki, sadəcə olaraq burada ən müasir prosesorlardan biri, yəni büdcəli smartfonlardan istifadə olunan güclü Helio 10 prosesoru istifadə olunur. 16 GB-lıq versiya, bunun 32 GB-lıq versiyası da var. 2 GB RAM-ı var, operativ yaddaşı. Bu da yaxşı nəticədir. 4000 mAh deməli batareyası var. Çox gözəl nəticədir. Hər halda telefon qənaətli rejimdə, yəni adidə belə çox da güc vermədən oyunlara, internetə, adi rejimdə 2 gün qalır dostlar. Yox, əgər siz onu təbii ki internet, Wi-Fi, 3G, 4G, nə bilim oyunlar, videolar falan alsanız, onda bir gün çatacaq təbii ki, səhərdən axşama kimi telefonunuz dözəcək. Burada artıq bu düymə həm də deməli barmaq izlərinin sensor ilə təchiz olunub. Özü də deyilənə görə yeni versiyada daha tez işləyir. Burada yalnız bir fiziki, yəni bir düymədən istifadə olunur. Sensor düymələr yoxdur və bu düymə həm geriyə, yəni yüngül toxunuşla, bir dəfə toxunmaqla geriyə dostlar funksiyasını istifadə edirsiniz və ya onu basmaqla. Yəni təsəvvürün ki, o həm özü sensorludur, həm də mexanikidir. Yəni onu həm basmaq olur, həm də toxunmaq olur o düyməyə. Burada 5.1 Android yüklənib və təbii ki Meizu'nun özünün Android'un əsasında yaratdığı Flyme sistemidir. Dediyim kimi 2 sim kart ya da ki 1 sim kart və 1 memory kart salmaq imkanınız var. Bu da bir çox telefonlarda istifadə olunan bir variantdır hal-hazırda. İstehsalçının dediyinə görə 13 megapikselli kameradır. 2 rəngli deməli LED spışqa və qabaqda da 5 megapikselli kameradır, sensordur. Telefonun bu kənarında səsi artırma, azaltma və bloklama düyməsi var, eləcə də yandırma, söndürmə, 3.5 mm-lik qulaqcıqlar üçün giriş və əlavə mikrofon, hansı ki video yazanda bu mikrofondan da istifadə olunacaq ki, stereo təmiz səs yazılsın. Aşağı hissədə çox dəbdə olan bir dizayndır, biri dinamikdir, biri isə, yəni səs dinamiki, birində isə mikrofondur və adi micro USB girişi. Bu hissədə isə dostlar, deməli sim kartların slotudur, telefonun arxası dediyim kimi açılmır və buna görə də hər şey bunun, yəni nə girişlər varsa, nələr taxıla bilər, nələr taxıla bilməz, hamısı yanlarındandır. İlkin təəssüratlarımın daha bir hissəsi, bu da korpusun keyfiyyətidir. Onu əyməyə çalışıram. Qıraqlarını sıxıram. Yox, heç bir, dostlar, heç bir hansısa haradasa boşluq falan, yəni belə şey hiss olunmur. Bu metaldan tam istifadə olunmuş korpusdur. Ona görə də plastikdən fərqli olaraq metal təbii ki daha möhkəmdir, bu aydın məsələdir. Bu onun zərbələrə davamlı olmağında da böyük kömək olacaq. Bundan başqa təbii ki o daha bahalı görünür. Belə qoysaz və düymənin yumru olmasını görməsək, baxmasaq, sanki bu həqiqətən də iPhone 6 və 6s-dir. Bax, yəni ona oxşayır bəzən. Ekran da deyə bilərəm ki, dostlar, indi çalışacağım ki göstərim sizə. Yetərincə gün işığı düşür indi mənə və yetərincə parıltılı ekrandır.
Bir çox istifadəçilər International yox, Çin versiyasını alıblar və orada rus dili ya yoxdur, ya da ki olmamış kimi bir şeydir. Yəni çox pis tərcümə olunub. Yəni Çinlilərin özünün tez bazar tərcümə etdiyi bir versiyalardır. Amma bu International versiyada burada tam tərcümə var. Odur ki, dostlar, əgər sizə məsələn rus dilində istifadə etmək istəyirsinizsə bu smartfonu, bu halda heç bir problem olmayacaq. Yəni demək istəyirəm ki, əlavə hansısa proşifkaları yükləməyə, əlavə hansısa bir proqrama yazdırmaq falan ehtiyac olmayacaq. Müxtəlif dillər var. Ərəb, deməli, Bolqar, baxaq görək nə dillər var. İngilis, Alman, deməli, İtalyan. Baxım görüm, Türk dili varmı burada? Rus, İspan dili, bəli, hətta Türk dili həvəskarı, yəni menunu türkçə istifadə edirsinizsə dostlar, türkçə burada rejim var və tıklayıram və hər şey artıq türk dilinədir dostlar. Heç bir dili yükləməyə burada ehtiyac yoxdur dostlar. Telefonu sadəcə qutudan çıxarırsınız və istifadə edirsiniz və salam, şut tamam. Uzun sözün qısası dostlar, ilkin təəssüratlar yaxşıdır, xoşuma gəldi. Bir daha deyirəm, bu telefonu AliExpress-dən 148 dollara əldə etmişəm. Düzdür, mən bunu özüm istifadə etməzdim bu rəngdə. Şəxsən mən sifariş etsəydim, mən bunu tünd boz rəngdə, yəni burası qara, burası isə tünd boz rəngdə alardım. Mən bir daha linki bu videonun altında qoyacağım dostlar. İstəsəniz bu telefonu sifariş edə bilərsiniz. Müasir telefon lazımdırsa, keyfiyyətli smartfon lazımdırsa və siz çoxlu pul ödəmək istəmirsinizsə, onda dostlar məsləhət görürəm ki, AliExpress saytından və ya başqa Çin dükanlarından, internet dükanlar var ki, onlar haqqında ehtiyac olsa, istəsəniz mən kommentlərdə yazın, mən video çəkə bilərəm. Amma prinsipcə iş prinsipləri eynidir. Bu videonu bəyəndinizsə və ya istəyirsiniz ki, bu telefon haqqında daha ətraflı bir video çəkim və tam təəssüratlarımı deyim sizə, bu telefonda nələr var, nələr yoxdur, necə işlətmişəm, necə işlətmək olar bu telefonu, ətraflı video istəyirsinizsə, onda like edin dostlar və kanala mütləq abunə olun ki, yeni videoları qaçırmayasınız və bizim blogumuzu dəstəkləyin dostlar, abunə olmaqla və bu videonun təbii ki, öz sosial şəbəkələrdəki səhifələrinizdə paylaşmaqla. Hələlik isə bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.